Hada hatta hatta hatta. 3. 3.50. Gel anlaşalım. Can. Sen... Arzu yandı. Kızlar salam. Necəsiz? Ümid eləyirəm ki, yaxşısınız. Bugün yeni bir vlog başladıram. Gördüyünüz kimi make-up'ımı artıq eləmişəm, geyimimi də geyinmişəm. Bura güzgüdə göstərmək istəyirəm əslində, amma ev nə gündədir. Nəysə, qoy göstərim. Bu şəkildə geyinmişəm bir ətək. Halbuki ətək ütülədim. Bu niyə belə durur bilmirəm. Belə də bir köynək. Yadınızdadırsa Trendyoldan almışdım. Sonra make-up'ımı elədim. Saçımı biraz burdum. Artıq o saç burandan Air Glow-u artıq istifadə eləməyi bilirəm. Çox nadir istifadə eləsəm də make-up'ımı çox bəyənirəm. Hədsiz. Neyse, beləyik. Parıltım nasıl kızlar? Güzel miyim? Bence güzelim. Vallahi düşdü şəhərin içində. Deməli, gəldik. Birinci Dynamix'e getdik. Bir sifarişimiz vardı, onu götürdük. Unpacking'e gələcək. Dynamix'in qaydaları dəyişib bu arada yoldaşlar. Online ödənişinizi eləyə bilərsiniz ancaq. Nağd və kartla ödəniş artıq keçərli deyil. Nəsə Hesabınızdan online ödəniş edib sonra gedib bağlamanızı götürürsünüz. Bu məlumatı da yararlı oldu məncə. Hə. Bu nədir belə? Gözəlçə deyir. Qədir bəy, bu səs-küyə qarşı siz nə deyə bilərsiniz? Ümumiyyətlə belə ictimai yerlərdə bu kimi səs-küyə səbəb olmaq, noise pollution eləmək sizcə nə qədər məntiqli və nə? Şəhər boşda okeydir məncə. Okeydir. Siz deyəsən tuta bilmirəm sizi. Siz məşqə gecikmirsiniz ki. Ümumiyyətlə siz niyə idmana getmirsiniz ki, Qədir bəy? Açana qədər kökəliyib qarın basacaqsınız. Məlumatları xahiş edirəm. Paylaşmayaq da. Mənim vaxtım yoxdur. Sizin vaxtınız yoxdur. Düzdür, yatmaqdan. Biz deməli gəldik kukla teatrının arxasına, amma mənim mudum çox pis düşdü çünki artıq günəş batmışdı və video normal alınmayacaqdı. So 28-dən də bilirsiniz, bulvara yerəyənə qədər bir 15-20 dəqiqə keçmişdi, ayağım ağrıyırdı, düzgün ayaqqabı seçimi də eləməmişdim. Bəlkə sonradan təzədən ora gedərik, amma mənim ayağım da burxuldu. Şəkil çəkəndə ayağım da burxuldu, so... Nəli aldın mənə? Sənə pistachio latte aldım, özümə də çay tea aldım, çay tea latte. Bunlar çox çirkin çay tea, indi havalıdır. Qapıda. Sən üçün şey də alıb götürdüm, əsmər şəkər də götürdüm istəsən. Şirindir. Qarışdır istəyirsən. Qarışdırmaq istəyirsən. Artıq biz buradayıq. Bir-iki dönər də var burada. Lvov gedir bu. Lvov. Lvov, ha, Lvov. Şokolad evi. Burası hər səhər gəlməyə daha şeydir. Sonra crunch var. Sonra nə var? Söylesene nə var? Yəni, çox yerlər var, heç birini tanımıram deyə deməyimin bir mənası yoxdur. Neredesin aşkım? Test edirəm mikrofonu. Mənə nə alacaqsan bugün? Deməli bu günləri Mən çox acam. qış olar söhbətini eləyək. Qış yarmarkasını yoxlamışdıq. İndi qərara gəldik ki, Novruz yarmarkasını yoxlayaq. Amma keçən dəfə yediklərimizi yeməyəcək bu dəfə. Biraz fərqli olsun. Ona görə Amma mən kumpir yemək istəyirəm. sən çox şey istəyirsən, mən də çox şey istəyirəm, amma yox. Mənim hansı dediyimi eləyirsən ki, bu günlərdə? Hamısını eləyirəm. Heç birisini eləmirsən. Neysə. Nəysə. Mən- Daş yağacaq başıma göydən. Mən burger falan istəyirəm. Burger. Ya. Burger. Okay. Baxaq görək nə yeyirik. Gedək. Niyə saxlayıram ki, mən video çəkirəm cəmaata? Up cəmaat. So hər kəsin üzünü çəkirəm. Konfidensial desən var.
Yaxşı üzümü çəkirəm. Kafemizi içdik, bu dəqiqə donuram. Kafemun var burada. Amma şeydən çox daha yaxşı bəzəyiblər. Normalda mən Novruzu bəyənmirəm, yəni Novruz dekorlarını. Biraz belə çəkim. So pull of time. Evlənəndən bəri düyüdən başqa bir şey. Hər yediyim 3 qidadan ikisi düyü olduğuna görə artıq düyüdən bezmişəm. Ona görə bu gün düyü yeməyəcək. Düyün ən gözəl halını belə yemək istəmirəm bu saat. Amma mən düyü xoşlayıram. Mən də xoşlayıram, amma məncə buddistlərdən başqa heç kim bizim qədər düyü yemir. O qədər də yox ya. Gəp atma be. Hot dog yeməmişik, düzdür? Gəl bir hot dog yoxlayaq. Yedi yox nəsə. Hot dog yemədik. Nə yedi? Koreya bomborollisinin nəsə bir sosca idi, çubuğa keçirmişdilər. Is it hot dog or hot dog? Hot dog. Xahiş edirəm, birinci qiymətini soruşardınız, bax. Birinci yeni il yarmarkasında olduğu kimi 17 manata bizə nəsə soruşturmağa çalışmasınlar. 7 azeyn, necədir 7 azeynə? Normalde zaten 5, 6, 7 belə də. Baxır yerin asıl. Yerin asıl olarak dəyişir zaten. Oyna görün biraz şeydir, milli rəqs görək. Oyna. Oyna da. Yaxşı da zaman baxır necə bu bambullar ağarırlar. Akşını mən bambullıq eləmirəm, sənə deyirəm oyna. Bax. Oynayırsan? Hətta əlbi belə eləyəcəksən də. Bax, o göstərim. Mən göstərirəm, sən elə elə. Bax belə. Eləyəcəksən. Mən şagirdlərim eləyirəm. Belə. Eləyə bilərsən? Yox. Sırada bəlkə duraq. Mənə hot dog istəyirsən. Bu istəyirsən? Olar. Amma bax, alırsansa mənə ayırar, özü ayrı. Mən sənin artıq yeməklərimi bölüşmək istəmirəm. Evlilikdə bir yerə qədər, sorry. Onda bir dənə alıram, sən yeyərsən dedi, istəmirəm. Sən başqa şeylər də yoxlamaq istəyəcəksən. Mən buraya üçün maaş almamışam. Bir dənə alım, yoxlayaq. Bir dənə alım, yoxlayaq. Yoxla, yaxşı. Aman, ay aman. Qardaş, evlənməyin, ağlınız olsun. Amma kötü dedim, bak. Bura haradır? Baxın, Joe. Sağ olun. Qarşı ora verin, ha? Cəlalə xanım, fikirləriniz? Bir diş götürdüm. So belə yaxşıdır. Üstündə belə acı biber olmalıdır. Deyim, jalapenodur, nədir, ondan olmalıdır, hə? Şur olur. Hə, çünki xiyara oxşamır, bu xiyar deyil. Niyə biləm? Normaldır. Bir dənə də baxım dadına, deyəcəm. Dadına bura qədər bax. Yarısını yiyeyim sonra. Nuş olsun. Nə pis hot dog yeyirsən. Hot dogu belə qəşəng sıxırsan iki tərəfdən. Sasikası ortada qalmaq şərtlə. Onu qəşəng bir dəfəyə atırsan içəri yedir. Yes. Like that. Yaxşıdır. 10 üzərindən neçə verərdiniz? Qiymət, dad, porsiya. Dedim, 7-8 manatlıq deyil. Yalnız 3 manatlıqdır. Çünki niyə bir dənə saska qoyublar da üstünə? Hot dogdan başqa nə gözləyirsən ki? Hot dogun zaten bir olayı yoxdur. 7 manat olmalıdır ki, 7 manatlıq bir məhsul deyil. 3.50. Gəl anlaşaq. Cəlalə xanımın bazardan xəbəri yoxdur. Cəlalə xanım Əhmədləki dönər ayıran 1 manat 50 qəpikdən başqa bir şey yemir deyəsən. Bu dəqiqə dönərin içində hər şey var və bundan daha böyüdür. Yəni 3 manata satılan dönərlər var. Yəni bu da bir zəhmət 3 manat olsun. Lap deyə buranın arendası var. 4-4.50. 7-8'lik deyil. Sən evlənəndə hər şeyə hə dedin. Başa düşdün? İndi mən istəyirəm sənin video çəkərəm, istəyirəm çəkmərəm. Nə edərəm? Necədir? Çox acıdır, hə? Yeyəndən sonra ümumiyyətlə acısı gəlir.
Evin çəkilsə, mən onu bayaqdan 4-5 dəqiqəyə yedim. 1 dəqiqə keçməyib, 1 dəqiqə keçməyib. Sonra nə alacaqsan mənə? Mən kartoşka free istəyirəm. Actually, I'm found the French fries. Burada da kartoşka free yeməzsən də nə olar? Burada da kartoşka free yox da. But I like it. Neçə verirsən? Sən neçə verirsən? Few 10 moments üzərindən later. 6. 6? 10 üzərindən 6. Yarmarkaya görə qiyməti yaxşı olduğunu düşünürəm. Yarmarkalar vəbşi dəlixana olur. Qiymət baxımından. Amma hot dog yəni başqa yerlərdə də yemişəm. Biraz daha soslu, daha yaxşı sasikadan ola bilər də. Porsiyası pis deyildi. Amma daha yaxşı sasikadan, daha yaxşı sosdan ola bilərdi hot dog. Ona görə 10 üzərindən 6 kifayət eləyir. Mən düşünürəm ki, yeni il yarmarkasından daha az stand var burada. Hə, məncə az, stand azdır. Hə, stand azdır şeylər. Çoxu da şeydir, şirniyyatdır. Yəni nə bilim, şərab var. Ürəklərlə müqayisədə azdır. Və məsələn, çiki, moçikidir, nədir? O var. Amma hə, həqiqətən azdır. Mən istəyərdim məsələn burada balıq ekmek olsun. Çox dadlı olmazdı, amma balıq ekmek. Hə, gedir. Fish and chips olar. Baxın, stand budur. Fish and chips. Nəysə, yaxından göstərirəm. Fish and chips sizə 8 az olmaz. Restoranımızda aprelin 15-nə qədər edir. Qarpuzda şalgirlə pəkmez. Bəzən. Deməli, fish and chipslər 8 manatdan başlayır. Yəni balıq və kartoşka firi kimi. Burada istəsən oturaq yerə. Olar. Harda? Orada? Oturmağa icazə var. Yox. Okey. Dadlı görünür amma belə. Boşdur ki buradakı yerlər. Baxın, qutaracaqda, yəni giriş hissədə əslində belə yerlər var. Gəlib burada yeyə bilərsiniz. Amma yeni il yarmarkasında soyuq əllər istəyirəkdə belə bir şey yox idi. Doludur, baxın nə qədər yer var. Yaxşıdır. Məncə qəşəngdir. Biraz şey olsun deyə bura seçdim. Otur dadla bax gör necədir? Yaxşı. Yoldaşlar, indi də fish and chipsdən belə bir qida aldıq. 8 azəyinə, balıq, free ilə bir yerdə. Bu arada bu yarmarkanın bir gözəl tərəfi var ki, qidanızı alıb, gəlib oturub belə rahat yeyə bilərsiniz. Yəni, soyuq əllər istirəkdən ən böyük üstünlüyü budur deyərdim. Oturmağa rahat yeri var. Kukla teatrının arxasında yerləşir bu yarmarka. Cəlalə, yemək haqqında fikirlərin nədir? Məncə porsiyasına görə yaxşıdır. Yemək yaxşı, isti idi balıq, həm də ki free də isti idi. Dadlıdır hər ikisi. Amma bir-iki dənə kartof var idi ki, elə bir xarabı idi, amma ümumi götürəndə yaxşıdır. Balıq da yaxşıdır, normal balıq dadı gəlir. Yəni, məncə almağa dəyər. Amma əgər bura gələcəksinizsə, bir neçə stendi yoxlamaq istəyirsinizsə, 2 nəfərə birdən alsanız çox daha yaxşı olar. Səhv eləmirəmsə qiyməti 8 manat olmalı idi. Belə yanında sos da verirlər. Biz əslində bu videonu çəkdik, amma çəkmirmişik. Ona görə də təzən çəkməli olduq. Yanında limon da verirlər bu arada. Balıqları da yaxşıdır. Mən bəyəndim. Bəs sən? Mən də bəyəndim. 10 üzərindən 7,5-dən qiymətləndirmək olar. Bəs sən? Mən 7. Dediyim kimi porsiya yaxşıdır, istidir. Bu arada tez təhvil verdilər. 2 də 1 dəqiqə olmadı. Çünki orada tez-tez elə hazırlayırdılar. Təxminən bilirlər ki, insanlar nə sifariş verəcəklər. Gedirik 3-cü stəndə. İndi bir dənə də ya dönər, ya burger tərzində bir şey yoxlayacaq. Crunch burger var burada. Onların bir seti var idi. Gözümü kəstirdim bayaqları. O birisi onu yoxlayarıq. Okey, gedək. Baxın, burada belə bir kaşalata var. Kaşalata. Pendir şeydir. Pendir, tomat və göbələk.
Mən tomat xoşlayıram. Tomat yoxlayırsan yoxsa pendir? Yox, pendir yox, mən tomat. Tomat şorbası verərsiniz. Tomat şorbası verərsiniz. Tomat şorbası aldıq. Ay deyirəm 3 dənə, desən 5 dənə stendi yoxlayacaq rahat. İndi Cəlalə sən yoxlayarsan, sonra mən yoxlayaram. Yaxşıdır, 5 manata aldıq. Yəni restoranlarda da bu qiyməti olur şorbalar. Görək necədir. Başla. Normaldır. Porsiyası çox əladır. 10 üzərindən neçə? 10. 10 üzərindən 10. Qiymət yaxşıdır, porsiya yaxşıdır, ip istidir, soyuq havadır. Tez bazar həll olunur, yəni qaba tökürlər verirlər. Məncə sınanar. Bir dənə sən də bax. Qəşəngdir. İp istidir, yəni burada çox soyuq olduğuna görə. Ağzı yandı. Tadı həqiqətən əntiqədir. Deyərdim ki, hətta bir çox restorandan daha yaxşı tomat şorbası verirlər burada, Kaşalatada. Kaşalata idi, adı səhv eləmirsən. Qəşəngdir. Qiymətinə görə əla. 5 manata, artıq 400 ml şorba, isti, soyuq havada möhtəşəm yedir. Cəlalənin fikrinə qatılıram. 10 üzərindən 10 vermək olar rahatlıqla. Liderlik hal-hazırda Kaşalatadadır. Buranın qiymətləri yəni qış yarmarkasından daha münasibdir. Soyuq əllərdən, isti ürəkdən daha yaxşıdır qiymətlər və porsiyalar da yaxşıdır. Yəni hal-hazırda 3 dənə stendə 20 AZN pul vermişik, hərəsindən bir porsiya almışıq da. Məncə belə yarmarkalar üçün kifayət qədər normal bir məbləğdir. Sınayın. Novruz yarmarkasından çıxdıq. 3 stend yoxladıq bu dəfə. Keçən dəfə desən qış yarmarkasında 5-6 stend yoxlamışdıq. Bu dəfə 3 stend yoxladıq. Joe Hot Dog, Fish and Chips və Kaşalata. 3 arasında səs birliyi ilə 1 Kaşalata, 2 Fish and Chips, 3 Joe'nun hot dogu oldu. Yaxşı idi yəni. Ailəli də gəlmək olar. Hə, gözlədiyimdən daha yaxşıdır açığı. Və qış yarmarkasını daha çox bəyəndim. Həm istər necə deyim, dizayn olunma şəkli və sıxlıq da nisbətən daha azdır. Qış yarmarkası daha sıx olur. Bəlkə də Camaat rayonunda da ona görə sıxlıq azdır. Amma ümumi olaraq yaxşı idi. Yəni 3 stend yoxladıq, 20 AZN, hərəsindən bir porsiya. Qayət yaxşıdır məncə. Siz də yoxlayın. Sözün açığı evə getmək istəyirəm. Çünki mudum bu vəziyyətdə olanda heç bir şey eləməyim gəlmir. YouTube onsuz da mənim çox pis mudumu salır. Çünki bir ayım qalıb, bir ay nə qədərsə qalıb. 2 gündən bir video yükləməyə çalışıram, amma mənim YouTube videom istədiyim izləyici kütləsinin qarşısına çıxmır. Sadəcə məni hansısa hədiyyəyə görə izləyən kütlənin qarşısına çıxır. Bəlkə də mən o hədiyyə söhbətini eləməməli idim, çünki 3 izləyici seçdim və mən ikisinə yox, 4 izləyici seçdim. 3-ün artıq hədiyyələrini vermişəm, biri qalıb. Onda məsuliyyətsizlikdən verməmişəm. Amma gərək bunu eləməzdim. Ümumiyyətlə hədiyyə söhbətini heç ortaya salmazdım. Çünki nə ondan normal izləyici gəldi, məndəki izləyicilər elə bildilər ki, onlar 5-3 nə bilim hansısa komment yazırlar, mən onlara ona görə nəsə verməyə çalışdım. İndi də məndən başqa istəkləri var. Bu məni çox pis əsəbləşdirir. Onsuz da mən saatımı doldura bilməmişəm və mənim izləyicilərim düşünür ki, mənə komment yazırlarsa, böyük bir kömək eləmiş olurlar. Amma halbuki videonu izləməmiş komment yazırlar və bu mənim videomu bloklayır. Onsuz da saatda çox geriyəm, çox normal şeylər çəkməyə çalışıram. Amma gərək, nə bilim,
çoxlu unpacking eləmək lazımdır. Ya nə bilim ev silmək, süpürmək lazımdır. Bu da mənim işim, peşəm deyil. Nə də ki, heç xoşlamıram ki, təmiz deyiləm. Yəni məncə Azərbaycan mənim normal bloqerlik eləyə biləcəyim bir yer deyil. Ya, istədiyim kontenti mən Azərbaycanda ortaya çıxarda bilmərəm. Ya gərək mən Azərbaycan dilli yox, rus dilli olam, oram-buramı açam, nə bilim nəsə bir qəribə bir tema çıxardam. Dünya görüşüm olmasın, ağzıma gələni danışım. Yəni mən konkret olaraq deyəcəm də YouTube-da bizdə hal-hazırda vəziyyət budur. Ağzıma gələni danışım, bir şeydən xəbərim olmasın, amma mən bilirəm ki, mənim kütləm mənə inanacaq. Yenə də bildiyimi deyim. Amma mən onlardan ola bilmərəm, sorry. Çalışıram həqiqətən öz bildiyim nə isə ötürməyə çalışım. Amma həqiqətən istədiyim izləyici kütləsinə videolarım çatmır. Qəribə bir izləyici kütləm var. 1-2 dənə normal izləyicim var. Videolarımla əlaqədar suallar verirlər, nə bilim rəylər yazırlar, amma bir çoxu da çox lazımsız suallar verir. Nə bilim biri deyir mənə template al, biri deyir falan şeyim yoxdur, bunu ver. Yaxud cəmaət, mən YouTube-a gəlməmişəm, xeyriyyə ilə məşğulum. Sonra bunu necə sizə qırsın, artıq mən bunu düşünmə məcburiyyətində deyiləm. Baxın, mən YouTube-da deyiləm ki, xeyriyyəçiliklə məşğul olum. Yes, məncə elədir. Mən YouTube-dan pul qazanmıram. Mən 4000 saatı doldurmalıydım, doldura bilməmişəm. Yaxın zamanlarda bəlkə də YouTube-dan artıq əl çəkdim. Xahiş edirəm, rəy yazmaq istəmirsinizsə yazmayın. Mən hədiyyə göndərdiklərimdən də söhbət gedir. Yəni mən hədiyyə göndərməmişəm ki, siz daimi şəkildə mənə nəsə yazın. Hətta mən sizdən xahiş edirəm, mənə rəy yazmayın. Təşəkkür edirəm. Mən əgər rəy istəsəydim, bacıma, mamama, rəfiqələrimə, iş yoldaşlarıma atardım. Məcburi şəkildə mən onlara, ya da heç məcbur olmasın, bir dənə söz deyərdim ki, gir filan rəy yaz. Axı mənə rəy lazım deyil. Gəlin bir-birimizi aldatmaya xahiş edirəm. Yəni bu işi sevə-sevə eləyirdim, amma mən görürəm ki, artıq məndən istəklər lampadan çıxmış cinəm. Məndən istəklər daha da çoxalır. Xahiş edirəm. Yəni artıq komanda bir-birimizi başa düşək. Mən qıcıqlanıram həqiqətən. Yəni mənim videolarıma baxmayıb, o dəqiqə rəy yazmağa çalışan, video qurtarmayıb, amma videonun ilk saniyəsində rəy yazır. Bu mənə lazım deyil. Siz elə bilirsiniz, mən o rəy lazımdır, lazım deyil. Mən başqa bir səhifədə aça bilərəm, oradan özümə rəylər yaza bilərəm. Sizcə bunu eləyirəm, mən eləmirəm. Məncə lazım deyil bu. Məndən hədiyyə gözləyən bir izləyici lazım deyil. Bu qədər. Özünüzə yaxşı baxın, sağ olun.